Salam əziz izləyicilər. Bugün 6-cı sinif üzrə Eduqarddan keçirdik. Sınaq 7-nin izahını çəkəcəyik. Xoş seyirlər. Birinci sualdan başlayırıq. Birinci sualın hazır bir eyniliyi var. Deyir 40% və 64% məhlullardır. Hansı nisbətdə qarışdırmaq lazımdır ki, 55% məhlul olsun? Mən məsəl 40%-dən x litr, 64%-dən y litr götürdüm. Bunları qarışdırarkən faizi çəkiyə vurub cəmləyirik. Faizi çəkiyə vurub cəmləyirik. Bərabər olmalıdır. Bərabər olmalıdır. Bizə neçə faizli deyir? 55 faizli və bu eyni misal bu 3 litrdir, bu 5 litrdir. Bu cəmi 8 litrdirsə alınan qarışıq bunların cəminə bərabər olmalıdır. Buradan 40x üstə gələk 64y bərabərdir 55x plus 55y. X-ları bir tərəfə, y-ləri bir tərəfə keçirsək 64y çıx 55y bərabərdir 55x çıx 40x. Burada qalır 9y, burada y-ın birini artıq yazmışıq. 9y bərabərdir 15x. Hər tərəfi 3-ə bölsək qalacaq 3y bərabərdir 5x. Yəni 3-ün 5-ə nisbəti D variantıdır cavabımız. Daha sonra keçirik ikinci testimizə. İkinci testimizdə nə deyir? Deyir ki A böl B bərabərdir B böl C, o da bərabərdir C böl D-yə. Və bunların nisbətləri 2 böl 3-ə bərabərdir. Aha, yaxşı. Və B plus C də 120 olarsa. Yoldaşlar, biz birinci, baxın bizə BC cəmi verib. Biz deməli birinci bax bu nisbəti götürməliyik. Yəni necə? B bölünsün C bərabərdir 2 bölünsün 3-dürsə, mən burada bilmirəm B2 C3-dürmü, yoxsa B4 C6-dırmı, ixtisar gedib 3-də 2 qalıb. Ona görə B-yə bir 2 vurulsun K, C-yə də bir 3 vurulsun K. Yəni bu 2K bölünsün 3K, burada K-nın yerində hər hansı bir qiymət olub ki, bunları bir-birinə böləndə ixtisar olunub, 2 bölünsün 3 qalıb. Və cəmi də nədir? 120-dir. İndi cəmini də gətirib yerinə qoyacaq. Olacaq 120. 5K bərabərdir 120. K bərabərdir 24. Artıq K-nı 24 tapdıqsa biz B-ni C-ni tapa bilərik. 2 vurulsun 24 və 3 vurulsun 24. B-miz oldu 48. C-miz də oldu 72. B-ni C-ni tapdıqdan sonra biz baxın gətirib burada yerinə qoyub A-nı tapa bilərik. Yəni baxın belə A bölünsün B bərabərdir 2 bölünsün 3 deyil. A bölünsün B-nin yerinə 48 bərabərdir 2 bölünsün 3. Buradan A-nı tapırıq ki A bərabərdir 30 və yaxud da çarpaz da vurub tapa bilərsiniz. A vurulsun 3 bərabərdir 2 vurulsun 48, oradan A bərabərdir 32. A-nı tapdıq. İndi D-ni də baxın buradan tapacağıq. D-ni də buradan tapacağıq. C bölünsün D bərabərdir 2 bölü 3. C-ni bilirəm artıq 72-dir. 72 böl D bərabərdir 2 böl 3. Buradan da D bərabərdir 108-ə. 108-ə. Bizdən nə istəyir? Bizdən A ilə D-nin cəmini istəyir. 108 ilə də 32-ni toplayanda 140 cavab C variantı. 23-cü sualda nə istəyir? 23-cü sualda deyir ki, Nihat sınaq imtahanında 4 dəfə 75, 3 dəfə, baxın 4 dəfə əgər 75 bal toplayıbsa, ümumi 4 imtahandan bu qədər. Sonra 3 dəfə 90 bal toplayıb və bir neçə dəfə x toplayıb, bilmirəm, 100 toplayıb, x dəfə də 100 toplayıb. Və deyir ki, o orta hesabla 87 bal.
Orta hesab nədir? Yəni ədədi ortası. Deməli, bunları 4 dəfə, 3 dəfə və x dəfə böləndə bərabər olmalıdır 87-yə. Burada artıq sadələşdirəndə x-i biz vaxt getməsin deyə uzatmayacağam. 4-ü 75-ə vursaq 300 eləyəcək. Üzərinə gələcəksiniz 270-i eləyəcək 570. 570 üstə gələk 100x. Məxrəcdə də 7 üstə gələk x bərabərdir 87. Burada çarpaz vurub x-i tapacaqsınız ki 3-dür. Yəni 3 dəfə 100 bal toplayıb. Sonra 24-cü sual. 24-cü sualda deyir ki, şəkildə göstərilənlərə görə 35%-ə bərabər olan hissənin sahəsini tapın. 35%. Yoldaşlar, 2, 2, 9-dur. Səhv oxumuramsa. 2, 2, 9-dur. Bunun cəmi neçə eləyir? 13. Yəni, yerdə qalan 65% 13-dürsə, 35% x-dır. Buradan tənasüb, niyə o 65? Bilirsiniz ki, tam çevrəni 100% götürürük. Buradan bura 35-dirsə, yerdə qalan hamısı neçədir? 65%-dir də. İndi 65% 13-dirsə, 35% x-dır. Burada 65 ilə 13 ixtisar gedir. 5 qalır. 5x bərabərdir 35. X də bərabərdir 7. B variantı. 23-cü sualda. 23-cü sualda, 25-ci sualda nə deyir? Deyir ki, 1-dən 20 kimi çoxluqdan seçilən m və n ədədləri üçün m kiçikdir n və m plus n ifadəsi cüt ədəd olmaqla neçə fərqli mn cütü yaratmaq olar? Yoldaşlar, baxın, cəmin cüt olması üçün ya bunlar tək-tək olmalıdır, ya da cüt olmalıdır. Tək-tək olmalı. Biz 20-dən 21-dən 20-yə kimi neçə dənə? Hansılardır tək ədədlər? 1, 3, 5, 7, 9, 11, 13, sonra 15, 17 və nəhayət 19. Neçə dənə oldu? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Deməli, 20 ədəddən 10-u təkdir, yerdə qalan 10-u cütdür. Və deyir ki, mn cütlüyü yazmaq olar. Baxın, buradan mən bir dənə 1-i götürsəm m olaraq. Burada neçə dənə cüt yarada bilərəm? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. 9 dənə, yəni hər bir, baxın, mən m-ni 1 götürsəm, 9 dənə cüt götürə bilərəm. Yəni, hər bir tək ədəd üçün 9 dənə orada cüt var. Və 10 dənə ədəd olduğu üçün, yəni 10 burada, 10 burada, 9 vur 10, 90 dənə cütüm olacaq. Bu biraz şifahi kimi sualıydı. Sonra 26-da. Ədədlər üçün median və ədədi ortanı. Median nə idi? Median tapmaq üçün biz azdan çoxa düzməliyik. Azdan çoxa düzməliyik. Ən ortadakını tapmalıyıq. Ən ortadakı 18. Deməli, bizim medianımız, bəs ədədi orta nə idi? Cəmini sayına bölmək idi. Yəni, 8 plus 16 plus 18 plus 28 plus 35. İndi bu elədi 24. 24 bu elədi 46. Üstə gəl 35. Bunların cəmi eləyir 60, 70, üstə gələ 35, 105. 105-i də sayları olan 5-ə böldüm, düşdü nə? 21. Bizə nə istəyir? Fərqini istəyir. Ədədi orta 21, median 18. 21-dən 18-ə çıxdıq, cavab 3, C variantı. 26-da C variantı. Silək, keçdik 27-ci suala.
27-ci sual. Aha, burada. Diaqramda deyir, 4 dostun oxuduğu kitab sayıları haqqında məlumat göstərilib. Dostların birlikdə 360 kitab. Yəni tam çevrə 360 kitabdır. Dostlarım bilərək Fidanın neçə kitab oxuduğunu tapın. Arkadaşlar, burada mən dərəcələri tam yaxşı görə bilmirəm. 60, 80, 155'dir. Əgər belədirsə, yəni oxuduğum şəkildə 155-dirsə, bunların cəmi eləyəcək 140 plus 155 bərabərdir 295. 360-dan çıxarıq 295-i, cavab eləyəcək 5, 15-dən 6, 65 qalır. Deməli, deyəcəm ki, 360 dərəcəyə 360 kitab düşürsə, 65 dərəcəyə neçə kitab düşəcək? Burada bunlar ixtisar getdi. X bərabərdir 65. Bəli. C variantı. Tənasüb. 28-ci sual. Ədədlərin hansı 3 ardıcıl natural ədədin cəmi ola bilməz? Yoldaşlar, 3 ardıcıl natural ədəd deyirsə, deməli, 3 çıxdıqdan sonra həmin ədəd 3-ə bölünməlidir. Yəni, biz ardıcıl ədədləri necə götürürük? Baxın, x plus 1 plus x plus 2. Bu olur 3x plus 3. Bu bərabər olmalıdır bu variantlardan birinə. Yəni, mən bu variantdan 3'ü çıxandan sonra yenidən bu 3'ə bölünməlidir. O da hansı olmur? D variantı. Baxın, 343'dən 3'ü çıxanda 340 alınır. O da 3'ə tam bölünmür. Yəni, olmaz. 29. Sinifdə 24 şagird var, onların 6'sı oğlandır. 24'ün 6'sı oğlandırsa, yerdə qalan 18'i nədir? Qızdır. Təsadüfən seçilən bir şagirdin qız olması ehtimalı mümkün hallar 24, əlverişli hallar 18. Burada da 6'ya ixtisar yaparsaq 4'də 3 C variantı. Bu sadə sualıydı. Ümumilikdə sınaq elə də asan bir sınaq deyil. Amma asan suallar da var bir-iki dənə. 30-cu sual da əslində belə görünüşdə çətin gəlir, amma asan tipdədir. Yoldaşlar, baxın, bu cür suallar gördünüz. Mötərizələrdən ən azı bir 3 dənəsini açın. Görəcəksiniz, ixtisar varsa görəcəksiniz burada. Baxın, 1 üstəgələ 2-də 1 nədir? 2-də 3. Vurulsun, 1 üstəgələ 3-də 1, 3-də 4. Üstə gəlinsin, 4-də 5. Üstə gəlinsin, nəsə, üstə gəlinsin, x-da, x plus 1 bərabərdir 10. Baxın, görün necə ixtisar gedir. Tak, 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 tak. Belə gedir. Bir dənə birinci kəsirin məxrəci qalır. Bir də sonuncu kəsirin surəti. Bu bərabərdir 10. Nəyi 10'a böləndə, nəyi 2'yə böləndə 10 eləyir? 20'ni. X də bərabərdir 19. B variantı. 31-ci sual. Deyir ki, B mənfi olarsa, B kiçikdir 0 olarsa, B plus 3C böl C bərabərdir 7 olarsa, hansı müqayisə doğrudur? İndi mən belə yazıram. Baxın, bunları ayrı-ayrı kəsirlərdə yazıram. 3C böl C bərabər 7. Yenidən bu kəsiri toplasam yuxarıdakı alınırmı? Alınır. B böl C üstə gələk 3 bərabərdir 7-dirsə, B böl C bərabərdir 4. Amma yoldaşlar, B necə ədəddir? Mənfi ədəddir. Deməli, C də mənfi ədəddir. Çünki 2 mənfinin nisbəti müsbət eləyibsə, C də mənfi ədəddir. Bunların nisbəti 4 eləyibsə, mən məsəl üçün B-yə bir dənə 8 verirəm, mənfi 8. C onda nə olmalıdır? Mənfi 2 olmalıdır. Aha, C B-dən nə oldu? Böyük oldu. Başqa birinə verək. Məsəl üçün B-yə müəllim 0,2 verək. Yaxşı, 0,2 verdim mənfi. Surətdə nə olmalıdır? Surətdə 0, məsəl üçün %5, mənfi 0,5 olmalıdır ki, hər ikisinə 100'ə vuranda vergüllər atılsın, yenə 4 qalsın. Bax, o halda belə 0,5 %2'dən nədir? Böyükdür. Mənfi ədədlərdə modulca kiçik,
Modulca böyükdən nə idi? Böyük idi. Deməli, C kiçikdir 0-dan, amma böyükdür nədən? B-dən. Yəni, bu variantımız. O da olacaq C variantı. Sonra keçdi 32-ci sual. 32-də deyir ki, paralelipipedin hər tilini 2 dəfə azaltdıqda həcm necə dəyişər? Yoldaşlar, paralelipipedin həcmini biz tapanda 3 ölçünün hasilinə görə tapırdıqsa, məsələn, bir tildən çıxan bu tərəf, bir də bu tərəf. Yəni, məsələn, bura 4, bura 8, bura 2-dir. Bunun həcmi necə? Mən düstur olaraq demirəm, yəni əhanə olaraq da göstərmək istəyirəm. Bunun həcmi nədir? 64. Deyirəm, yaxşı, indi hər birini 2 dəfə azaldıram. Bura 2 olsun, bura 1 olsun, bura 4 olsun. İndi həcm nə olacaq? Müəllim, 8. Bayaq 64 idi, indi 8 oldu. Neçə dəfə azaldı? 8 dəfə azaldı. Və yaxud da 2 vur 2 dəfə azalacaq. 33-də. 33-də cavab deyir ki, baxaq, sualımıza x plus 2y bərabərdir 11 olarsa, x tək ədəddir. Baxın, yoldaşlar, əgər 2 ədədin cəmi təkdirsə, deməli, bunlardan biri cüt, biri təkdir. Ya bu cüt, ya bu tək, bu cütdür. İndi baxıram, burada 2 misil varsa, deməli ilə cüt olan budur. Aşağını silək. Yəni, bu təkdir. Avtomatik bunun tək olduğunu tapdıq mı? X tək ədəddir. 1 doğru. X ədədi Y-dən böyükdür. Bunu biz deyə bilmərik. Baxın, niyə deyə bilmərik? Mən X-ı 1 götürdüm. Y nə oldu? 5 oldu. Yaxşı. Y böyük oldu. Yaxşı, indi X-ı mənfi 20 götür. Mənfi 21 götürürəm. Mənfi nə götürürüm? Yaxşı, bunu 10 götürürüm. İndi X-ı 10 götürürəm. X-ı 10 götürsəm, bura qalır 1. Yəni, Y olur 0,5. Nə oldu? İndi X böyük oldu. Bayaq Y böyük oldu. Yəni, həm olursa, biz onu doğru götürə bilmərik. 3-də nə deyir? X və Y-in hər ikisi müsbətdir. Bəli, hər ikisi müsbətdir. Niyə? Çünki mənfidirsə, zaten digər tərəfə keçəndə müsbət olacaq. Baxın, məsələn, bayaq nümunə verdik. Mənfi verəndə niyə ödənmir? Çünki 2 dənə mənfinin cəmi həmişə mənfi verməlidir, müsbət verə bilməz. Ona görə 1, 3 olacaq. Doğru cavabımız D variantı. Sonra 34-cü sual. Satıcı deyir, M manata aldığı malı M manata satır və bu qədər gəlir əldə edir. Malın satış qiyməti alış qiymətindən neçə dəfə çoxdur? Yoldaşlar, gəlir nə deməkdir? Gəlir. Xeyir daha doğrusu, gəlir yox, xeyir. Gəlir başqa bir şey, xeyir başqa şeydir. Xeyir bilirsiniz nədir? Məsələn, siz getdiniz 50 manata bir cihaz aldınız. Yəni, topdan satışdan aldınız, gətirdiniz, qoydunuz mağazanıza. O 50 manatlığı siz 60 manata satsanız, 50 zaten bunun maya dəyəri idi, mayası. Çünki 50'si budur. Bu 60'dan çıxacaqdınız 50'ni, yerdə qalan 10 sizin xeyrinizdir. Xeyriniz. Yəni biz malın satış qiymətindən alış qiymətini çıxsam, mənə qalır nə? Xeyir. İndi buradan MN arasındakı münasibəti tapaq. Hər tərəfi 2'yə vursam, olacaq 2M çıx 2N bərabərdir M plus N. M'i sola, N'ı sağa keçirdirəm. Olur 2M çıx M bərabərdir N plus 2N. Olur M bərabərdir 3N. Bizdən nəyə soruşurdu? Malın deyir satış qiyməti alış qiymətindən neçə dəfə çoxdur? 3 dəfə. Cavab D variantı. O da qəşəng sual idi. 35. Fəhlə N saata işləyərək bu sayda detal hazırlayır. O 1 saata bir detal az düzəldərsə, bu sayda detalı bu saata düzəldər. A-nı müəyyən edin. Deyir ki, fəhlə N saata. Mən birinci fəhləni tapım görüm. 1 sahada nə qədər detal düzəldir? 2N plus 8'i böləcəm N-ə. 1 sahada əvvəl bu qədər detal düzəldirdi. İndi deyir ki, o 1 sahada bir detal az. Yəni 2N plus 8 böl N çıx 1. Bu detal sayıdır. Baxın, buraya yazıram. Detal sayı.
bir sahada düzəltdiyi detal sayı. İndi bundan bir vahid azalır. Bu nə deməkdir? N-də 2n plus 8 çıx n. Yəni n plus 8 böl n. İndi bu sayda bir sahada bu qədər detal düzəldir. Bir sahada bu qədər detal düzəldirsə, 2n plus 4 sayda detalı bu sahada düzəldər. Yəni 2n plus 4'ü mən bölsəm n plus 8 böl n-ə bərabər düşəcək n plus 2. Baxın, artıq tənliyimizi qurduq. Yoldaşlar, deyirsiniz, mən niyə böldük? Yaxşı, sual verirəm. Deyirəm ki, əgər bir usta, nümunə verəcəm, bir sahada 4 dənə detal düzəldirsə, bu 20 detalı neçə sahada düzəldər? Deyirsiniz, müəllim, 20-ni böləcəm, 1 saatda düzəltdiyinə 5 saatda düzəldəcək. Eyni məntiq budur da. Bir sahada bu qədər detal düzəldirsə, o bu qədər detalı neçə sahada düzəldər? Bu bölünsün bu bərabərdir saat sayı. Əla. İndi burada, baxın, burada neyniyəcəyik? Baxıram, buradan 2-ni ortaq vurub çıxartsam, n plus 2 vurulsun n yuxarı qalxdı, n plus 8 aşağı düşdü, bərabərdir n plus 2. Yoldaşlar, bərabərliyin bu tərəfində də n plus 2 vuruğu var, bu tərəfində də. Bunları hər tərəfdən böldüm, ixtisar getdi. Qaldı 2n böl n plus 8 bərabərdir nə? 1-ə. Çarpaz vursam 2n bərabərdir n plus 8, n bərabərdir 8. Bizə nə soruşur? N-i soruşur. Burada A-dır deyəsən, mən N yazdım. Hərf fərqi yoxdur. 8 cavab 35-də A variantı olmalıdır, əgər düzgün oxuduqsa. 35-də. Əgər hesablamada hardasa səhv eləsəm, siz özünüz saxlayıb düzəldə bilərsiniz. 36-da hər bir çevrənin deyir, radiusu 7 cm-dir. Çevrə daxilində alınan 4 bucaqlının perimetri. Yoldaşlar, görürsünüz, baxın, bura 1, 7, 2, 7, 3, 7, 4, 7, 5, 6, 7, 8, 9, 10. 10 dənə 7 varsa 7 vur 10 nə elədi? 70. Cavab C variantı. Daha sonra 37-də satıcı deyir, əlindəki qələmin, oxunmuruq hissəsi, 24 günə satarsa, bütün qələmin yarısını neçə günə satar? Baxın, yoldaşlar, burada indi orada hissə görünmür. Məsəl üçün, mən onu 6-da 1 götürəcəm. Məsəl üçün deyirəm, oxunmur amma. 6-da 1-ini, sadəcə məsələnin yolunu izah eləmək istəyirəm. Mən məsəl üçün 6-da 1 götürdüm. 6-da 1-ini 24 günə satırsa, deməli hamısını 6 vur 24 eləyəcək 144 günə satır hamısını. Onda yarısını da 72 günə satacaq. Aydın oldu. İndi siz kitabça əlinizdə olarsa, onu oradan 6-nın yerinə həmin o rəqəmi qoyub hesaplayarsınız. 38-də nə deyir? 15-də 2, 40-da 3, 54-də 5, 260-da 7 cəmini hesablayın. Yoldaşlar, mən ora yazaram, baxın. 15-də 2-nin yerinə yazaram. 5-də 1 çıx, daha doğrusu 3-də 1 çıx, 5-də 1. Üstə gəl. 40-da 3-ün yerinə yazaram. 5-də 1 çıx, 8-də 1. Sonra 104-də 5-in yerinə yazaram. Neçə? 1, 3. 8-də 1 çıx, 13-də 1. Üstə gəl. 260-ın da yerinə yazaram. 13-də 1 çıx. 260-ı 13-ə böləndə nə düşür? 20. 20-də 1. Baxın, bura nədir? 15-də 2-dir. Bura nədir? 20-dir. 40-da 3-dür. Bura nədir? 104-də 5-dir. Burada 260-da 7-dir. Mən sadəcə o kəsirlərin yerinə belə ifadə yazdım.
Bundan bu gedir, bundan bu gedir, bundan bu. Sonda qalır 3-də 1 çıx, 20-də 1. Ortaq məxrəc 60-dır. 20 çıx 3, o da eləyir 60-da 17 D variantı. 39-cu sual. 39-da deyir ki, AB ədədinin sonuna 4 əlavə etsək, alınan yeni ədəd əvvəlki ədəddən 337 vahid böyük alınır. Baxın, AB ədədinin deyir. Sonuna 4 əlavə etsək, alınan ədəd əvvəlkindən 337 vahid böyük alınır. Yəni, mən bundan 337-ni çıxsam, elə AB ədədi alınır. Alt-alta yazım, görüm, nəsə bir şey alınırmı? AB. 4-dən 7 çıxmaq olmur. Deməli, mən bundan 1 onluq verdim. Buna 14 oldu. B-ni tapdım, neçədir? 7-dir. Gətirib, baxın, B-nin yerinə yazdım 7. 1 onluq verdiyimə görə 6 qaldı. 6-dan da 3 çıxanda 3. Deməli, mənim AB ədədim 37 imiş. Məndən də onların cəmini istəyir 10 B bəndi. Bu biraz rahat sual idi. Alt-alta yazmağı ağlınıza gəlsə rahat sual idi. Y ilə x-1 tərs mütənasib kəmiyyətlərdir. Yəni, y bərabərdir, k bölünsün x düsturudur. Deyir ki, y bərabərdir. İndi k-nı bilmədiyimə görə, yəni mütənasiblik əmsalını bilmədiyimə görə k-nı öz yerində yazacağım. Deyir, y bərabərdir 4 olarsa, x 16 olarsa, 16 çıx 1. Olarsa, deməli, mən bundan k-nı tapmalıyam. Bax, bu ifadədən. Y-in yerinə 4 yazıb, x-in yerinə də 16 yazıb k-nı tapmalıyam. Buradan k bərabərdir. 4 vur 15, yəni 60. K-nı artıq tapdım. Gətirib, baxın, ifadəmdə yerinə yazacağım ki, bu nə deməkdir? 60 böl x-a bərabərdir. Y. İndi deyir ki, y neçədir? 5-dir. X minus 1 burada. Y deyir 5 olarsa x-i tap. 60-ı nəyə böləndə 5 eləyir? 12-yə. Deməli, bura 12-dir. Bəs yaxşı, nədən 1 çıxanda 12 eləyir? 13-dən. X-imiz nə imiş? 13 imiş. Növbəti 40 dənəni də növbəti videoda inşallah çəkəcəm. Xoş seyirlər.